Bu videonu sona kadar izlemesen, sen de yanlış adama borçlu olduğunu düşüneceksen. Bir gün uyanırsan ve görürsen ki bütün ülkeler borç içindedir. Ama bu borcun əslində kimə ait olduğunu heç kim bilmir. Bugün dünyadaki ülkelerin əksəriyyəti borc içində boğulur. ABŞ hazırda 38 trilyon dollardan çox borca malikdir. Bu onun tarixində ən yüksək göstəricidir. Avropa İttifaqının borcu təxminən 14 trilyon dollardır. Yaponiya isə 9 trilyon dollara yaxınlaşır. Ən təəccüblüsü isə budur. Hətta neftlə zəngin ölkələr, məsələn, Səudi Ərəbistanı və Almaniya, Çin kimi ixrac nəhəngləri də nəhəng borclar daşıyır. Bütün bunlara baxanda sadə amma sarsıdıcı bir sual ortaya çıxır. Əgər hər ölkə borcludursa, bəs biz bu pulları əslində kimə borcluyuq? Bu zahirən sadə sual bizi birbaşa maliyyə tarixinin mərkəzinə, pulun, gücün və keçmişin kəsişdiyi nöqtəyə aparır. Çünki borc sadəcə bir yük deyil, o müasir dünyanın gizli memarlığıdır. Hər müharibə, hər böhran, hər yüksəliş və hər çöküş bu görünməz borc skeleti üzərində dayanır. Və bu borc zəncirini kifayət qədər geriyə izlədikdə gözlənilməz bir həqiqətə çatırsan. Ölkələr əslində başqa birinə borclu deyillər. Onlar əsasən özlərinə borcludular. Amma bu, hamının bu sistemdən bərabər faydalandığı anlamına gəlmir. Bugün qlobal borc 315 trilyon dollara çatıb. Dünya iqtisadiyyatının təxminən 3 qatı. Bura necə gəlib çıxdıq? Bunu anlamaq üçün dövlət borcu anlayışının harda doğulduğuna baxmalıyıq. Kredit kartlarından və bank köçürmələrindən çox əvvəl dövlət borcu Wall Streetdə yaranmadı. O, döyüş meydanında yarandı. 1694-cü ildə Fransa ilə müharibə aparan İngiltərənin qızıl ehtiyatları tükənirdi. Kral kömək üçün tacirlərə üst tutdu. Onlar isə taca pul vermək qarşılığında gələcək vergi gəlirləri ilə təmin olunan davamlı faiz ödənişləri tələb etdilər. Bu yeni sistemi idarə etmək üçün İngiltərə Bankı yaradıldı. Bu iqtisadi tarixdə inqilabi bir an idi. İlk dəfə bir hökumət hələ malik olmadığı pulu xərcləyə bilirdi. Əvəzində kreditorlar son dərəcə dəyərli bir şey əldə etdilər. Hökumətin vədi. Bu vəd dövlət istiqrazı, alınıb satıla bilirdi, ticarət edilə bilirdi. Müasir maliyyə sisteminin toxumu məhz burada səpildi. Fransa bu ideyanı kopyaladı. Hollandiya onu təkmilləşdirdi. Yeni müstəqil olmuş ABŞ isə bu sistemi həm inqilabını, həm də qərbə doğru genişləndirməsini maliyyələşdirmək üçün istifadə etdi. Zamanla dövlət borcu uğursuzluq əlaməti olmaqdan çıxdı və etibarlılıq göstəricinə çevrildi. İmperatorlar əvvəllər torpaq fəth edərək qızım əldə edirdilər. İndi isə istiqraz buraxaraq faiz qazanırdılar. Döyüş meydanı qılıncdan cədvəllərə keçdi. 3 əsr sonra borc dünyanın ən böyük ixrac məhsuluna çevrildi. ABŞ-ın borcu 38 trilyon dollardır. Yaponiyanın borcu 9 trilyondan çoxdur. Qlobal borclanma hər 100 gündə 1 trilyon dollar artır. Hər ölkə kiməsə borcludur. Hər bank borc verir və hər vətəndaş vergilərlə, əmanətlərlə və pensiya fondları vasitəsilə həm borclanan, həm də borc verəndir. Bəs ipin öbür ucunda kim tutur? ABŞ-ı nümunə götürək. 38 trilyon dollarlıq borcun təxminən yarısı hökumət qurumlarına deyil, investorların əlindədir. Bu investorların təxminən 2/3-i Amerikalıların özləridir. Banklar, pensiya fondları, sığorta şirkətləri, investisiya fondları və federal ehtiyat sistemi. Qalan təxminən 9 trilyon dollar isə xarici investorların payına düşür. Əsas kreditorlar Yaponiya təxminən 1 trilyon dollar, Çin təxminən 800 milyard dollar, sonra Böyük Britaniya, Lüksemburq və Belçika gəlir. Yəni insanlar Amerika Çinə borcludur deyəndə, əslində Amerika borcunun cəmi 2%-dən danışırlar. Həqiqət budur ki, Amerikanın borcunun böyük hissəsi Amerikalıların malikidir. Xəzinə istiqraz buraxır, banklar və fondlar onları alır. Mərkəzi bank bir hissəsini geri alır və qarşılığında yeni pul yaradır. Amerikalılar vergi ödəyir. Bu vergilər faiz ödənişlərinə gedir və həmin faizlər yenidən Amerika pensiya fondlarına qayıdır. Tamamilə öz içinə qapanan nəhəng bir dövrə. Və bu dövrə təkcə ABŞ-da mövcud deyil. Qlobal sistem də eyni cür işləyir. Yaponiya ABŞ-a borclanır. ABŞ Avropaya borclanır. Avropa inkişaf edən ölkələrə borclanır. Bu
Bu ölkələr isə ehtiyatlarını ABŞ və Avropa istiqrazlarına yatırır. Hər ölkə başqa bir ölkənin borc kağızını saxlayır. Hər vəd başqa bir vədlə təmin olunur. Hamı borc pulla oynayır və yalnız bir qayda var. Masanı tərk etmək olmaz. Bu sistemi ayaqda saxlayan real güc isə daha böyükdür, maliyyə bazarları. Hedge fondlardan pensiya fondlarına, aktiv idarəçilərdən mərkəzi banklara qədər bu nəhəng bir şəbəkədir. Bunlar ölkələrin nə qədər ucuz və ya baha borclanacağını müəyyən edən əsl hakimlərdir. Əgər bu qurumlar bir ölkəyə olan inamını itirsə, valyuta çökər, hökumətlər devrilər və iqtisadiyyatlar bir gecədə dəyişə bilər. Demokratiya kimin hakimiyyətə gələcəyini seçir, amma bazarlar ölkənin yaşayıb yaşamayacağını müəyyən edir. Müasir sistemin rahibləri isə mərkəzi banklardır. Onlar sadəcə borcu idarə etmirlər, onu yaradırlar. Mərkəzi bank istiqraz aldıqda qarşılığında yeni pul yaradır. Birinin borcu başqasının aktivinə çevrilir. Dünyada dövriyyədə olan hər valyuta hansısa formada borcla bağlıdır. Qısaca desək, borcsuz pul deyə bir şey yoxdur. Bu sistem yalnız bir şey üzərində dayanır: İnam. İnam yox olduqda isə çöküş başlayır. Bunu əvvəllər də görmüşük. Yunanistan 2010, Argentina təkrar defoltlar. Şri Lanka ehtiyatlar yox oldu, yanacaq qıtlığı başladı, siyasi böhran yarandı. Sistem qırıldıqda kreditorlar qəfil ortaya çıxır. BMT, reyting agentlikləri və görünməz istiqraz investorları. Həqiqət budur ki, dövlət borcu heç vaxt tam ödənilmək üçün nəzərdə tutulmuyub. Heç bir böyük ölkə milli borcunu tam ödəməyi planlaşdırmır. Plan, köhnə borcu yeni borcla əvəz etməkdir. Dövlət borcunun əsas məhsulu faizdir. Əgər bütün borclar ödənilsəydi, sistem çökmüş olardı. İstiqrazlar yox olardı, banklar ən təhlükəsiz aktivlərini itirərdi, pul kütləsi azalardı və iqtisadiyyat donardı. Ona görə borc səhv deyil, tarazlıqdır. Məsələ borcu sıfırlamaq deyil, məsələ onu davamlı saxlamaqdır. Və ən vacib məqam, biz borcu özümüzə borcluyuq fikri yalnız yarı həqiqətdir. Çünki faiz ödənişləri milyonlarla vergi ödəyənlərin cibindən çıxır və varlı şəxslərin, iri investorların hesablarına axır. Məhz buna görə qlobal borc artdıqca qlobal bərabərsizlik də artır. Sistem borcu olanları mükafatlandırır, onu ödəyənləri isə cəzalandırır. Nəticədə müasir maliyyə sistemi borcu maliyyə qazanma maşınına çevirib. Hökumətlər borc buraxır, banklar onu çoxaldır, investorlar onu alıb satır, adi insanlar isə onun üzərində yaşayır. Bir zamanlar borc öhdəlik mənasına gəlirdi. Bugün isə tarazlıq mənasına gəlir. Amma o tarazlıq bir gün pozulsa, bir həqiqət aydın olacaq. Borc əbədi yerinə yetirilə bilməyən bir vəddir. Əgər videonu bəyəndinizsə, paylaşmağı və kanala abunə olmağı unutmayın.